Xoş gördük əziz dinləyicilər. Bilirsiniz ki, İranda Pezeşkiyanın, yəni prezident Pezeşkiyanın çıxışları həmişə gündəmə çevrilir və bu gündəmə çevrilən çıxışların çoxusu da Azərbaycanla, Azərbaycan dili ilə və Güney Azərbaycanla bağlı olur. Bir vaxtlar xatırlayırsınızsa Pezeşkiyan İranda hakimiyyətə gəldikdə şəxsən mən də başda olmaqla çox sevinirdim buna. Amma bizə bildirirdilər və irad tuturdular ki, İranda ali dini lider sözü keçərlidir, orada mühafizəkarlar güclüdür. Əlbəttə, mən də bunu heç vaxt istisna etməmişəm. İranda mühafizəkarlar güclüdür. İranda ali dini lider nə deyirsə o olur. Orada prezidentin səlahiyyətləri kifayət qədər məhduddur. Amma bütün bunlarla bərabər mən bildirirdim ki, Pezeşkiyanın hakimiyyətə gəlməsi orada türk faktorunun genişləməsinə, Azərbaycan faktorunun, Güney Azərbaycan məsələsinin və Azərbaycan dili probleminin kifayət qədər aktual olmasına gətirib çıxardacaq. Biz bu günləri buna şahid olduq. Xatırlayırsınızsa, məhz bir ay, 2 ay bundan əvvəl Pezeşkiyanın Heydər Babaya Salam poemasından bir-iki kuplet deməsi elə bir məqama gəldi, çıxdı ki, gəlib prezidentin qulağına bildirdilər ki, bəs siz Allah, siz Azərbaycanca bir şeir deməyin. Əlbəttə Pezeşkiyan buna cavabını da verdi ki, bir-iki kupletlə bir şey olmaz. Amma məhz bugün, məhz bir-iki gün bundan qabaq yenidən Pezeşkiyan Heydər Babaya Salam poemasından yenə də bir neçə sətir deməli, əksinə bu dəfə alqış aldı, bu dəfə necə deyərlər, gülümsədi bütün auditoriya. Bu nə deməkdir? Bu o deməkdir ki, budur, istəsəz də budur, istəməsəz də budur. Mən bunu daha sərt formada demək istəmirəm. Bu artıq bir mesajdır. Bu artıq Güney Azərbaycana, bütün İran hökumətinə, Azərbaycan və türk kəlmələrindən narahat olan, türk dilindən narahat olan bütün İran auditoriyasına bir mesajdır. Siz bunu eşidəcəksiniz, siz bunu qəbul edəcəksiniz, sizin bundan başqa yolunuz yoxdur. Azərbaycan xalqı, Güney Azərbaycanda, Azərbaycan türkləri, İran Azərbaycanlıları və İran türkləri İran imperiyasını quran, onun əcdadlarıdır, onu yaradandır, siz ona borclusunuz. Və siz ona borclusunuz və siz Azərbaycan dilində danışılan hər hansı bir dilə, türk dilində deyilən bir şeirə və yaxud da dilə artıq öyrəşin, öyrəşməlisiniz, sizin başqa yolunuz yoxdur. Bu da o deməkdir ki, artıq nəyin bahasına olursa olsun, istər Pezeşkiyanın reytingi olsun ya olmasın, istər İranda ali dini lider söz sahibi olur olsun ya olmasın, amma biz bunun şahidi olduq ki, artıq Pezeşkiyan ilmə-ilmə, zərrə-zərrə artıq Güney Azərbaycanda milli fəallığı yüksək səhhətdə çatdırmaqla artıq Azərbaycan xalqı, Güney Azərbaycanlılar öz sözlərini daha yüksək səviyyədə artıq siyasi bir anlamla da demiş olacaqlar. Bu tendensiya qaçılmazdır, bu milli ruh getdikcə inkişaf edir və bu milli ruhun daha da inkişaf etməsindən gəlib çıxardacaq. Artıq Pezeşkiyanın şeirləri və Şəhriyarın, o böyük Şəhriyar, Ustad Şəhriyarın sözləri Güney Azərbaycanlılar üçün bir milli yol və milli siyasi bir xəritənin cızılmasıdır ki, artıq yavaş-yavaş ilmə-ilmə Pezeşkiyan bütün İranı buna öyrəşdirmiş olur. Təşəkkür edirəm.